Hansı fayl genişlənməsi icra olunandır? Exe fayl genişlənməsi icra olunan fayldır. Fayl genişlənməsi. Doğru cavabımız A. B variantında qrafik, C, D variantında mətn, Y-də isə elektron cədvəl tipli fayl genişlənməsi verilmişdir. Doğru cavabımız A. Kompüterin fayl sistemi hansı növ informasiya modelidir? Kompüterdə fayllar kataloqda baş kataloq və baş kataloqun daxilində yerləşən iç-içə kataloqlardan ibarətdir. Yəni ağacvari, iyerarxik informasiya modelidir. Doğru cavabımızdır. Cədvəlin C2 xanasına yazılmış A1 üstəgəl B2 üstəgəl D3 vur 2 düsturunu Y5 xanasına köçürən zaman alınan düstur necə olacaq? Bu düsturu görürük. Düstura diqqətlə nəzərdən keçirsək, A1 xanası mütləq xanadır. Yəni istinad işarəsi verilib. İstinad işarəsi həm sətr, həm sütunun qarşısında olarsa bu zaman mütləq xanadır. Yəni həm sətr, həm də sütun öz mövqeyini digər sətr sütunlara keçid etdiyi zaman dəyişməyəcək. B2 nisbi xanadır. Heç bir istinad işarəsi yoxdur. D3 isə qarışıq xanadır. Sütun öz mövqeyini digər sütuna keçid etdiyimiz zaman dəyişə bilər. Sətr isə heç bir zaman dəyişməyəcək. Üçüncü sətr olaraq qalacaq. Və 2 ədəd isə xana ünvanı yox, hər hansı bir ədəddir. İndi C2 xanasından Y5 xanasına keçid etdiyimiz zaman C'dən sonra D və Y sütunu gəlir. 2 sütun artıb 2 sətrindən 5 sətrinə keçdiyimiz zaman 3 sətr artıb. Deməli, biz 2 sütun və 3 sətr artırmışıq. İndi düsturu belə yazaram. A1 dediyimiz kimi mütləq xanadır. O zaman heç bir ünvanında dəyişiklik olmayacaq. Olduğu kimi qalacaq. Üstəgəl. B2 2 sütun 3 sətr artacaq. B-dən sonra 2 sütun olacaq. D. B-dən sonra D oldu. 3 sətr artan zaman isə olacaq D5. Üstəgəl D olacaq F. 3 isə dəyişməyəcək. Vurulsun 2. A1 üstəgəl D5 üstəgəl F3 vur 2. Baxın hansı variantımız uyğundur. Burada ola bilməz. Birinci xana dəyişə bilməz. Birinci xana dəyişə bilməz variantlarımıza uyğun və bizim doğru təbii ki bu A variantına aid idi xəttimiz. Doğru cavab variantımız olacaq B. A1 üstəgəl D5 üzərinə gəlir F3'ü vurub 2'yə. Doğru cavab B. Verilənlər bazasının idarəetmə sistemlərinə aid olan proqramları seçin. Verilənlər bazasına aiddir Access, Oracle və MySQL. 1, 3, 4. Doğru cavabımız C. Microsoft Word mətn prosesorudur. Microsoft Excel isə elektron cədvəldir. Doğru cavabımız C. Modeli yaradılan obyekt nə adlanır? Modeli yaradılan obyekt prototip adlanır. Doğru cavabımız D. 2 rəqəmi ilə başlayan və 9 rəqəmi ilə bitən rəqəmləri müxtəlif olan neçə fərqli 4 rəqəmli ədəd var? Mən belə bir xanalar çəkərəm. Təsəvvür edək ki, biz burada 4 rəqəmli ədədləri yazmalıyıq. Birinci ilk olaraq həmişə 2 ilə başlamalıdır. Sonu isə hər zaman 9 ilə bitməlidir. Yəni mən birinci xanada cəmi bir ədəd rəqəmdən istifadə edə bilirəm. Sonuncu xanada da yalnız bir rəqəmdən istifadə edirəm. Bizim 0-dan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Cəmi 10 ədəd rəqəmimiz var. Bu 10 ədəd rəqəmdən birini birinci xanada, birini isə sonuncu xanada istifadə etdim. Yerdə qaldı 8 rəqəmim. Yəni ikinci xanada istənilən 8 rəqəmindən istifadə edə bilərəm. Artıq bizə deyir ki, rəqəmləri müxtəlif olan, yəni rəqəmlər təkrarlana bilməz. 8 rəqəmdən birini ikinci xanada istifadə etdimsə, yerdə qaldı 7 xana. Deməli, bu zamanda olacaq 1 vurulsun 8, vur 7, vur 1. O da bərabərdir 56. Yəni 56 müxtəlif rəqəm düzəltmək mümkündür. Banu yoldaşlarına doğum günə dəvət üçün ismarıc yazdı.
O məkan və tarixi qeyd etsə də, tədbirin başlayacağı saatı yazmağı unutdu. Burada informasiyanın hansı xassəsi pozulmuşdu? Banu yoldaşlarına informasiyanı tam ötürməmişdir. Yəni tamlıq xassəsi pozulmuşdur. Doğru cavabımız olacaq A. Çünki informasiya qəbul ediciyə tam formada, yetəri miqdarda olmalıdır. Doğum gününü desə belə, onun məkanı, harada keçirildiyi və yaxud da tarixi yarımçıq olaraq informasiya çatdırılıb. Bu da tamlıq xassəsinin pozulması deməkdir. Exceldə bir xananın ünvanı necə göstərilir? Exceldə xananın ünvanında əvvəlcə sütun adı, sonra isə sətrin nömrəsi. Məsələn, A5 xanası, C7 xanası və yaxud da FM25 xanası və s. Bu formada birinci sütun, sonra isə sətrin adı ilə. Deməli, C variantımız doğru olacaq. Sütun adı və sətrin nömrəsi. Word proqramında hansı kombinasiya yazının altından xətt çəkib? Yəni, məsələn, alma sözü yazsaq, klaviaturadan Ctrl-U klaviş kombinasiyasını klikləsək, alma sözün altından belə bir xətt çəkmiş olacaq. Doğru cavab variantımız B. Ctrl-S yadda saxlayıb save edib, Ctrl-B bold qalan edib, Ctrl-I italik formada yazılır, yəni maili, Ctrl-Z isə bir öncəki əməliyyata geri dönüş edir. Günəş şüaları altında isinərək hansı növ informasiya alırıq? Günəş şüaları altında isinərək biz istili qəbul edirik. Yəni bu vizual informasiya deyil. Biz heç bir dad qəbul edə bilmirik, həmçinin qoxu da qəbul edə bilmirik və günəş şüalarının altında isinib biz səs də qəbul edə bilmirik. Qalır taktil informasiya. Doğru cavabımız Y. Aşağıdakı funksiyanın nəticəsini təhlil edin. Average B2, B6. B2, B6 diapazonunda average funksiyası ədədi ortanın tapılmasıdır. B2, B6 diapazonunda ədədi ortanı, yəni ədədin orta qiymətini tapır. Doğru cavab D. Verilmiş ifadələri azalan sıra ilə düzün. Azalan sıra dedikdə, yəni çoxdan aza doğru. 217 bit, baxırıq megabayt, bayt, kilobayt bit. Hər birini kilobayta çevirsəm, 217 bitimiz 213'e bölsəm olacaq 16 kilobayt. Birinci. İkincidə 4 kilobayt olduğu kimi qalıb. Üçüncüdə 8192 bayt. Baytdan kilobayta keçid etdiyimiz zaman 1024'e bölməliyik. Yəni 8 kilobayt olacaq. Dördüncüdə isə 0,5 megabayt, 1 megabaytımız 1024 kilobaytdır. 0,5 megabaytımız 512 kilobayt deməkdir. Bizdən azalan sırayla soruşur. Yəni 4. Daha sonra kiçik ədədimiz olacaq 1, 16 kilobayt. Sonra olacaq 3, daha sonra 2, 4, 1, 3, 2. Doğru cavab variantımız A. Aşağıdakılardan hansı əməliyyat sistemidir? Unix əməliyyat sistemidir. Doğru cavabımız B. Panda antivirus, WinRAR arxivləşdirici, Excel elektron cədvəl, Basic isə proqramlaşdırma dilinə uyğundur. Doğru cavabımız oldu B. Aşağıdakılardan hansı verilənlər bazasının struktur modelinə aid deyil? Verilənlər bazasının 4 modeli var. İrarxik, yəni bildiyimiz ağac vari aiddir. Şəbəkə modeli, yəni qraflar modelinə bənzəyir, aiddir. Relyasiyalı, yəni cədvəl modelimizdir, aiddir. Obyekt yönlü modelimizdə müasir modellərdəndir. Şin isə verilənlər bazasının modeli deyil, bizdən deyil soruşur. Doğru cavabımız A. Aşağıdakılardan hansı kompüterdə emal edilmiş informasiyanı istifadəçiyə çatdıran qurğu deyil? Kompüterdəki istifadəçiyə çatdıran, yəni çıxış qurğusu deyil soruşmaq istəyir. Yəni giriş qurğusudur, belə deyək. Monitor kompüterdə informasiyanı istifadəçiyə çatdırır, çıxış qurğusudur. Qulaqlıqda səs informasiya çatdıra bilir. Plot dev, printer kimi hər hansı bir şəkil, qrafik, yazdı informasiya kağız üzərinə, böyük kağız üzərinə çap edən qurğudur. Proyektor monitorla demək olar ki, eyni işi görür, yəni informasiyanı video formasında, görüntü formasında informasiya çatdıra bilir, insanlara çatdıra bilir. Amma klaviaturada məxfi informasiyanı kompüterə daxil edir. Yəni kompüterdən istifadəçiyə yox, istifadəçidən kompüterə daxil edir. Doğru cavab variantımız Y.
Mətn redaktorunda sənədin səhifələrinin sayı 12 və sonuncu səhifənin nömrəsi 20 olarsa, nömrələnməyə hansı ədəddən başlanılıb? Burada 20-dən 12 çıxıb, üzərinə 1 gəlirik. Olacaq 9. Nə üçün 20-dən 12 çıxdıq? Bizə deyir ki, sənədin səhifələrinin cəmi 12 səhifəsi var. Amma bizdə 12-nin əvəzində 20 göstərir. Bu deməkdir ki, bizim səhifəmiz, birinci səhifəmiz başlanıb 9-dan nömrələnmək. İkinci 10, üçüncü 11 bu formada davam etsə, 20-ci səhifə, 12-ci səhifəyə 20 nömrəsi düşəcək. Yəni 20 ilə 12 arasında olan fərqi tapdıq. Üzərinə bir gəlməyimizin də əsas məqsədi odur ki, biz birinci səhifənin özünü də hesabladığımız üçün üzərinə bir gəlməliyik. Yəni doğru cavabımız olacaq 9. C variantı. Əgər diapazonda 30 xana varsa və bu diapazon C4 xanasından başlayaraq C sütununda bitirsə, diapazonun sonuncu xanası hansıdır? Bunu necə başa salım? Deyək ki, bizim bir sütun üzrə xanalarımız verilir. C sütununda bu dövrdür. Bu formada xanalar davam edir və cəmi 30 xanadır. C4 xanası mənim birinci xanamdır. Ən sonuncu da 30-cu xanam. 30-cu xanam neçə olar? 30-un üzərinə 4 gələr 34. Bunun özü də hesablandığına görə bir vahid çıxam. Olur 33. 33. Yəni birdən başlayıb üzərinə 30-a kimi davam etsək və xanamızın sıra nömrəsi isə 4-dən başlayarsa, 4-ün üzərinə 30 gəlsəm 34 edər. Amma 4-ün özü də sayıldığına görə bir vahid az olaraq çıxılsa, bir vahid çıxılsa olacaq 33. Yəni C 33-cü xana, sonuncu xana, yəni 30-cu xana, C 33-cü xana olacaq. Skainerin çözümlülüyü nə ilə ölçülür? DP ilə ölçülür skainerin çözümlülüyü. Proqram kodlarını bütövlükdə maşın dilinə çevirib icra edən proqramlar necə adlanır? Ümumiyyətlə, proqramları maşın dilinə çevirən proqramlara translatorlar deyilir. İki hissəyə bölünür, kompilyator və interpretator. İnterpretator hissə çevirir. Kompilyator isə maşın dilinə bütövlükdə tərcümə edir. Doğru cavabımız C. Kompüterin sürətinə ən çox təsir edən amil hansıdır? Ən çox təsir edən amil onun prosesorunun takt tezliyidir. Biz əsas kompüterdə onun prosesorun sürətinə, yəni takt tezliyinə önəm veririk. Doğru cavabımız B. Ambarda 334 ton buğda var idi. Gecə ərzində ambara daha 145 ton buğda gətirildi və cəmi 401 ton buğda oldu. Bu hesablama zamanı hansı say sistemində aparılmışdı? Bu hesablama hansı say sistemində aparılmışdı? Bu məsələ bir neçə üsulla etmək mümkündür. Ya 234 üstəgəl 145 say sistemində bərabər olacaq 401. Bu üsulla edə bilərik. Bu zaman hər tərəfi onluq say sisteminə keçirdərik. Yəni üzərinə x üstü 1, x üstü 2, x üstü 3 yazsaq. X üstü 0, x üstü 1, x üstü 2. Və bu zaman alınan 2x kvadratı üstəgəl 3, x üstəgəl 4 və üstəgəl x kvadratı üstəgəl 4x üstəgəl 5 bərabərdir 4x kvadratı üstəgəl 1-ə. Buradan da ixtisarlarımızı aparsaq, alınan x kvadratı minus 7x üstəgəl 8 üstəgəl çıx 8 7x minus 8 bərabərdir 0. Çünki 5 üstəgəl 4, 9. Bu 1 də olan zaman, əgər x-imiz bu tərəfə getsə, olacaq çıx. Buradan diskriminant tapsaq, olacaq 49 üstəgəl 32, 81. x1, x2-ni də tapmaq istəsək, olacaq 7 üstəgəl çıx, kök altda 81 böl 2. Yəni 7 üstəgəl 8, bir kökümüz olacaq 8, digər kökümüz olacaq mənfi 1. Bizə də 8 olan müsbət lazım, yəni 8-lik say sistemi. Bir üsulu budur. Biraz asan üsulu isə ikinci üsul. Biz hansısa say sistemini toplama edən zaman ayağında hansı
əsasının olduğunu bilmirik. 145 8-likdə bərabər olacaq 401. Deməli, 5-in üzərinə gələrik, 4 9 edər. 9-lu say sistemində 9-un özü olmur. Biz hansı say sistemində hesablama aparmışıq ki, yəni biz ədədləri toplayıb əsasını çıxıb qalığını yazırıq adətən. Deməli, bu say sistemi hansıdır ki, qalıqda 1 alınır? 5-in üzərinə 4 gələn zaman 9 alınırsa, 8-li say sistemi olar. Çünki 8 qalıq 1 olacaq. Baxaq ki, və digərlərinə də uyğun gəlirmi? 4 üstəgəl 3 7. Üzərinə də 1 gəlsək 8. 8-in üzrə 8-li say sistemi istifadə oluna bilməz deyə 0 yazırıq 1 yadda. Bunu da yazaq, silək. 1 yadda. 2-in üzərinə 1 gəlir 3, o da oldu 4. Yəni alt-alta toplama ilə də biz hansı say sistemdə olduğunu əslində tapa bilirik. Doğru cavabımız oldu 8-likdir. Microsoft proqramında, Microsoft Word proqramında verilmiş mətnin cari səhifəsini çap etmək üçün hansı variantdan istifadə olunur? Only print odd page yalnız tək nömrəli səhifələri çap edir. All page bütün səhifələri çap edir. Even page cüt. Print selection mətnin yalnız seçilmiş hissəsini çap etmək üçün nəzərdə tutulub. Current page isə Y variantı cari səhifəni çap etmək üçün istifadə olunur. Doğru cavabımız Y. Mövqeli say sistemində ilk 9 ədəd aşağıdakı ardıcıllıqla təsvir olunmuşdur. 0, 1, 2, alfa, beta, 1, 0, 1, 1, 1, 2, 1 alfa. Bu mövqeli say sisteminin əsasını müəyyən edin. Ümumiyyətlə, say sistemində bilirik ki, əvvəlcə rəqəmlər, daha sonra isə ədədlər gəlir. Yəni, rəqəmlər tək ardıcıl gəlir. Rəqəmlər bitdikdən sonra həmin rəqəmlərin birləşməsindən, təkrarlanmasından ədədlər alınır. Biz də baxırıq, bu say sistemində 0, 1, 2, alfa fərqli rəqəmlərdir. Həmçinin beta fərqli rəqəmlərdir. Daha sonra həmin rəqəmlərin təkrarlanmasından 1, 0, 1, 1, 1, 2, 1 alfa alınır. Deməli, bizim cəmi 0, 1, 2, alfa, beta olduğu üçün 5 rəqəmimiz var. 5 rəqəmimiz olduğu üçün də say sisteminin əsası say sistemində olan simvolların sayıdır. Bizim 5 simvolumuz olduğu üçün əslində rəqəm yox, simvol deməmiz daha doğrudur. 5 simvolumuz olduğu üçün say sistemimizin əsası da 5'dir. Doğru cavab variantımız, elə cavabımız 5. Doğru cavabımız 5. Elektron cədvəl vərəqində B5, Y5 diapazonuna neçə sütun daxildir? Biz baxırıq B və Y sütunu. Əlifbanda ingilis əlifbasında B-dən sonra gələcək S, D, sonra Y. Yəni 4 sütunumuz olduğuna görə 4 əlifbamızda 4 rəqəm, yəni hər bir sütun başlığı hərflərlə işarələnib. B və Y arasında 2 hərf var, cəmi oldu 4. Yəni 4 sütun. Mətn faylında aşağıdakı cümlə yazılıb. Kitab bilik mənbəyidir. Əməliyyatlarımız. Belə bir cümlə yazılıb. Və bilik sözü seçilib. Ctrl-X düyməsi sıxılıb. Ctrl-X nə üçündür? Ctrl-X kliklədiyimiz zaman seçilmiş fragmenti kəsib. Yəni orada qalmır, seçilmiş fragment mübadilə buferinə düşür. Kitab bilik mənbəyidir. Gəlin sözdə yazaq. Kitab bilik mənbəyidir. Burada Ctrl-X etsək, bilik sözü silinəcək. Silindi. Daha sonra mətnin sonuna direkt işarəsi əlavə olunub. Bir dəqiqə, mətnin sonuna direkt işarəsi əlavə olunub. Bir dəfə Ctrl-V kliklənib, yəni bilik sözü gəlib əlavə olunub sola, mübadilə buferindəki sözü əlavə etmək üçün Ctrl-V qısa yolla istifadə olunub. Bütün mətn bir daha seçilib. Bütün mətnimiz artıq nədir? Kitab mənbəyidir, bilik. Bütün mətn seçilib. Ctrl-C düyməsi kliklənib.
Mətnin əvvəlinə keçid edilib, əvvəlinə. Ctrl-V düyməsi 2 dəfə kliklənib. 2 dəfə Ctrl-V kliklənib. Sonda mətndə biliş sözünü 2 dəfə görünəcək. Yəni bizim cümləmiz kitab mənbəyidir, biliş sözü burada qalıb, Ctrl-C klikləndiyi zaman, yəni kəsilməyib, sadəcə nüsxələnib. Əlavə olaraq həmin cümləni 2 dəfə də bu öndə əlavə edib istifadə olunub. Biliş sözü 2 dəfə burada istifadə olunacaq. Biliş. Çünki 2 dəfə əlavə olunub. Bir dəfə də burada əlavə istifadə olunacaq. Cəmi olacaq 3 dəfə. Aşağıdakılardan hansı Windows əməliyyat sisteminin idarəetmə panelinin, yəni kontrol panelinin əsas kateqoriyalarındandır? İdarəetmə kontrol panelinin 8 əsas kateqoriyası var. Tapşırıqlar paneli və naviqasiyası deyil. Sistem və təhlükəsizlik, bəli, bu idarəetmə panelinə aiddir. Network and internet, şəbəkə və internetdə aiddir. Hardware and sound, avadanlıq və səs də aiddir. Ease of access, erişim asanlığı da aiddir. Size bir qutusu isə kontrol panelinə aid deyil. Bizdən aid olanları soruşur. Bir dəqiqə, aid olanları soruşur. O zaman cavabımız olacaq 2, 3, 4, 5. Atlası düzləndirmək üçün klavişlə kombinasiyasını uyğunlaşdırın. Bizim 4 cür düzləndirməmiz var. Sağa düzləndirmə zaman Ctrl Right sağ sözünün baş hərfindən götürülüb. A variantı yəni 1A. A 1 yox, 2A. Mərkəzə düzləndirmə Center sözünə uyğunlaşır. Birincidə oldu Ctrl Y, D variantı. 1D, 2A. Üçüncüdə tam düzləndirmə isə Justify sözündən olacaq. Üçüncüdə Ctrl J, B variantı. 1D, 2A, 3B. Cədvəldə müxtəlif fayllar və onların həcmləri verilmişdir. Cədvələ əsasən bütün audio faylların sürəti 210 bit saniyə olan modem vasitəsilə neçə saniyəyə ötürmək olar? Bizdən audio fayllar istəyir. Baxırıq. Film AV bu videodur, audio deyil. Hesabat Talks mətn faylıdır. Qeyd WAV. WAV sözündən, yəni WAV genişlənməsində biz artıq bunun audio olduğunu bildik. Deməli oldu qeyd WAV. Həmçinin ikinci faylımızda oldu mahnı MP3. Mahnı MP3. Digərsi dərs PPT isə PowerPoint'dir. MP3. Mahnı. Dərs PPT isə PowerPoint, yəni musiqi faylı deyil. 2 ədəd musiqi faylımız oldu, audio faylımız oldu, yəni səs faylımız, musiqi yox, səs faylımız demək daha doğrudur. Bunların cəmini tapmaq 12 kilobayt qeyd faylımızdır. Mahnı faylımızın da həcmi 20 kilobaytdır. Cəmi oldu 32 kilobayt. İndi bizə soruşur ki, həmin 32 kilobaytlıq faylı sürəti 210 bit saniyə olan modem vasitəsilə neçə saniyə ötürmək olar? Bizim həcm düsturumuz Q bərabərdir V vurulsun T'dir. Buradan T'ni tapsaq, olacaq Q bölünsün V. Bizim Q 32 kilobayt həcmimiz. T bərabərdir 32 kilobayt bölünsün. Sürətimiz isə 210 bit saniyədir. Bit saniyə. İndi bizim həcmimiz 32'dir, sürətimiz 210'dur. Kilobaytdan bitə çevirmək üçün biz sürəti 210'u da 13'ə vurmalıyıq. Olacaq. 210'dan 210 ixtisar gedər, qalar burada 8. 8'i də 32'yə vurduğumuz zaman alınır 256 saniyə. Cevap 256 saniyə. Diskin 32 sektordan ibarət olan klasterin informasiya tutumunu kilobaytla müəyyən edir. Biz bilirik ki, bir sektorumuz 512 bayta bərabərdir. 512 bayt.
Bu da idi 3 üstü 9 byte. Bəs 32 bölsək doğumuz neçə byte olar? 32-ni vuraq 3 üstü 9-a. Yəni 2 üstü 5 və 3 üstü 9. Elə də 3 üstü 14 byte. Bizdən cavabı kilobaytla istəyir. Bu zaman 2 üstü 14'ü bölüb 1 kilobaytımız 1024 byte'dır. Yəni 210 byte'dır. Bölsə 2 üstü 10'a cavab qaldı 2 üstü 4 kilobayt. Yəni 16 kilobayt. Doğru cavabımız 16 kilobaytdır. Elektron cədvələ əsasən B2 xanasının qiymətini müəyyən edin. A, B, C sütunlarını və 1, 2, 3 sətirlərini görə bilirik. B2 xanasına yazılmış düstura diqqətlə nəzərdən keçir. Düsturda nə verilib? Sum funksiyası verilib. Sum funksiyası nə edir? Sum A1, S1. A1, S1 diapazonu cəmini istəyir. A1, S1 diapazonu yəni bu diapazondur. Gördüyümüz bu diapazon cəmi 50 üstəgəl 47 üstəgəl 1 bərabərdir 98. Daha sonra bu 98'i vurub 2'yə. A2'yə. A2'miz isə 3'dür. 98'i vurdu 3'ə. O da edəcək 24, 27, 29. Daha sonra average funksiyasına aldığı cavabı isə bölüb average A3 C3'ə. Average ədədi ortanın tapılmasıydı. A3 C3 yəni gördüyümüz bu diapazonda ədədin ortanı tapacaq. A3 C3. Ədədlərin ədədi ortası necə tapılır? 70 üstəgəl 65 üstəgəl 12 bölüb sayına xanalarımızın sayı isə 3 ədəddir. Bu zaman da alacaq 49'u. Deməli, sum funksiyası vurulsun A2'yə cavab oldu 294 və 294'ü də bölüb ədədi ortaya. Yəni 294'ü yenidən 49'a bölsək cavabımız olacaq 6. Doğru cavab 6. Yəni B2 xanasına 6 yazılacaq.